Elə deyirəm bu xiyar Turala fikir verməyin. Bunların ibnəsi vardı, and ol Allaha deyirəm sizə. Bunlar konkret ibnə tayfadır. Bu paykovoyların hər cür növü vardı. Hər cür növü var. Sakit paykovoy var, nə bilim Şivan paykovoy var, nə bilim üzə duran, hər cür növü var. Bunlar konkret ibnə tayfasıdır, ibnə. Yəni bunları acılamayanda, bunları nə bilim saplamayanda bunlar heç də rahat qala bilmirlər. Azərbaycan hakimiyyəti də hər gün bu cürünə Tural kimiləri bu cürünə örgədirlər, bizə qarşı bu cürünə propaganda aparırlar. Görün bunlar necə konuşsun. İndi bir iki də məsələni danışacağım. Düzdür, vaxtınızı alacağım, vaxtınızı halal eləyəsiniz. Prosta buna görə xalq görsün, xalq bəzi əsas məsələləri başa düşsün. Özlərinin özü elə aparırlar, kulturni ya. Kulturni göz görə bunların elədiyi başdan ayağa iş verənliyidir. Bir dənə inşallah bunu diqqətlə əvvəldən axırından danışığına qulaq asın. Qulaq asaq bir yerdə. Sonuna kimi gedəcəm, bu söhbətin nöqtəsini qoyacağım. Amma bu söhbətin nöqtəsini qoyan vaxtda ondan sonra da yəni nə qədər vaxt keçəcək, bilmirəm, 2 ay, 3 ay, amma noyabrda çox şey olacaq. Sən yenə də o vaxta kimi mənim qabağıma çıxa bilməyəcəksən. Yenə deyirəm, əgər mənim adımı çəksən, məndən danışsan, gözləmədiyin zamanda, gözləmədiyin anda bu şəhərində sənin qabağıma çıxarım. Diqqətlə, bir söhbət eləyəndə, bir evdə indi qalın, İranda kimin evindəsən. O evdəki olan xanımdır, arvaddır. Onlara bir hörmətini saxla. Bütün videoda bir tane onların səsi düşür. Arvadların səsi düşür. Sakitçilik olsun, bir şey olsun, çıx o videonu danış. Tembada bunun vitfasonuna baxın, ilah pərverdigarı, günümüzə baxın. Boz köynəyin üstündən kostyum geyinib, gəlib burada şeydən danışır. Sənin video askırım, ay Tural. Sənin video... Nə bilim, valla. Adam baxır, bilmir bunun halına, ağlasın, yoxsa gülsün. Və deyir ki, noyabra qədər çox şey olacaq və noyabra qədər sən mənim qabağıma çıxa bilməyəcəksən. Görün necə əminliklə danışır. Noyabra qədər deyirsən, mənim qabağıma çıxa bilməyəcəksən. Çünki buna söz veriblər ki, biz Vüsalı Ərdəbilə buraxmayacağıq. Və ona görə əminliklə qayıdıb deyir ki, noyabra qədər sən mənim qabağıma çıxa bilməyəcəksən. Amma inşallah sağlıq olsun. İnşallah sağlıq. Gör necə əminliklə deyir. Noyabra qədər çox şey olacaq, amma noyabra qədər sən mənim qabağıma çıxa bilməyəcəksən. İnşallah deyirəm sağlıq olsun. Və deyir ki, Qum şəhərində sənin qabağıma çıxacam. Diqqət edin bu sözünə. Qum şəhərində sən deyir, bir də mənim haqqımda danışsan, Qum şəhərində sənin qabağıma çıxacam. Çıxansasa çıx da. Eləyənsən elə. Eləməyən kantovkadır. Eləməyən pesidir. Demədim sən qabağa çıxacaqsan, amma sənin haqqında danışıram. Çıxmayan peysərdir. Eləməyən kantovkadır. Görüşdün. Deyir, bir də mənim haqqımda, bu haqqında danışıram. Deyir, bir də mənim haqqımda danışsan, Qum şəhərində sənin qabağa çıxacaq. Çıx. Deyir, noyabrda deyirsən, mənim qabağıma çıxa bilməyəcəksən, yəni gələ bilməyəcəksən. Görür, həm bu tərəfdən öz əmniyyətini təmin edib, Azərbaycan səfirliyi tərəfindən şikayət olunub İran hakimiyyətinə. Ona görə Ərdəbildən qoymadılar, əstəğfurullah, Zəncandan qoymadılar məni keçim ora. Çünki əmniyyətini təmin elədi. Və ikinci dediyi sözə bu. Bir də mənim haqqımda danışsan, Qumda çıxacam sən qabağına. Çıx. Buyut da buyut, çıx. Sözün ağası ol, çıx. Kesin də obursu məsələyə. Sən kimlərə güvəndiyi, sən kimlərə qoruduğu hamısını bilir. Sən kimə güvəndiyi, sənin kimi qoruduğu deyir, hamısını bilir. Sən əmniyyətin ifazat etdilərini suqasın, bildin. Sən əmniyyət nə bilim nə, and ola yerin göyün Rəbbinə deyirəm, mən indiyə qədər o cürünə ad eşitməmişdim. Qardaşlardan, dostlardan soruşan, bu nədir bu? Əmniyyət nə bilim nə, nədir bu? Dedilər, İranın dövlətə aid bir qurumudur və hətta İranlılar o təşkilatın adını dillərinə gətirmirlər. Yəni, axşam gələrlər, götürərlər bunları. Elə bir təşkilatdır İranda. Və Allah da şahiddir, and ola yerin göyün Rəbbinə, bu cürünə at çəkir. Eşitmişəm, ittilat eşitmişəm ki, dövlətə bağlı bir şey olan şeydir. Bu cürünə at çəkir
Yəni birinci dəfə də eşidirəm. Düz də çəkirəm, belə bir təşkilat var. Ha, belə bir təşkilat var İranda. Amma mən oranın adamıyam, sənə kim deyib ay Tural? Hə? DTX deyib, Bandattel deyib, kim deyibsən? Hardan bilirsən bunu? Tutaq ki də mən oranın adamıyamsa, sən hardan bilirsən? O sən dediyin təşkilatın adamlarını heç kim tanımır. Heç İranda tanımırlar onlar. Onlar görsənməyən bir dənə qüvvədir İranda. Heç kim onları tanımır. Heç kim onları üzbəyüz görməyib. Əgər mən oranın adamı olsaydım, sən belə rahat gəzə bilərdin İranda. Lom tayfadır da. İrana aid, bütün dövlətinə aid nə varsa, İran dövlətinə aid nə varsa, onların heç biri ilə mənim əlaqəm yoxdur. Sırf dövlətinə aid. İranda mən dəstəkləyirəm, İranın hamısı şiədir, mən əqidə qardaşlarımı dəstəkləyirəm. İranda mən dəstəkləyirəm müştehidləri, həmişə də bunu demişəm. Ələxüsus da təqlid elədiyim müştehidi, vilayət fəqihi. Bəli, bunları mən dəstəkləyirəm. Amma dövlətə aid olan şey, mənim həyat tərzimdə belə bir şey yoxdur. Əgər dövləti dəstəkləyən olsaydım, necə sən Azərbaycan hakimiyyətini dəstəkləyirsən, tərifləyirsən, ha? O cür nədir sən kimi o cür olardım, elə qalardım elə Azərbaycanda. Bu cür qaçaq həyatı yaşamazdım. Əgər dövlətə meyilliyim olsaydı, əgər hakimiyyətə meyilliyim olsaydı sən kimi. Nə deyirdin? Deyə Azərbaycanın bir konstitusiya var. Siz dəstəkləyirsiniz bu dövlət qurumlarını, heç birini mən dəstəkləmirəm. Mənim mövqeyim də göz qabağındadır, mənim yaşayış tərzim də göz qabağındadır, mənim əqidəm də göz qabağındadır, mənim fikirlərim də göz qabağındadır. Kimdirsə ya bunun əlindən bezib, ya bunu raskoda vermək istəyir bu Turalı. Ya bunu raskoda vermək istəyirlər, ya da ki bunun əlindən beziblər, ya da ki bunu xiyar yerinə qoyublar. 3 dənə variantdır. Qum şəhərində gir çıxacam sənin qabağında. İndi videonun ardına baxın, yalan məsələlər alan bundan sonra başlayır. İndi videonun şeyin ardına baxın. Deyir, mən haqqında danışsam, qum çıxmasa kantovkasan aytır. Onsuz da kantovkasan, sənin arvadının söhbətini sosial şəbəkədə eləyən adamsın. Onsuz da kantovkasan. O Romadır, apasını Romadır, sənsən, deyir. Gecə gündüz cırırsınız ki, özünüzü, ay millət, biz loxuyu bizə pul atıblar. Roma arvadının söhbətini eləyə bilməyib cəmaatla, gəlib başını seriyoza soxur. Sən arvadının söhbətini yox, eyni bir-birinizə ravno olan adamlarsınız. Sonra nə bilim, Qabilə şey eləyirsiniz, Qabilin şey eləyirsiniz. Nə bilim, kantovka hərəkətlər var, sizdən çıxır. Bir dənə paryatışlı hərəkət yoxdur sizdə. Ardına baxayım. Onlar da ağ bayraqdır, o Qabil yoxdur, o şeydə olan. Onun da qibləsi yoxdur. Kimə gəldi baş ayır? Rüfətin adamları deyir, mən yazım. Ay Qabil, Rüfətin adamları sən pristavit eləmir. Heç adam yerinə qoymur. Nə bilim, o vaxtı deyir, şeyə dediyim, Rüfətin adamlarına xəbər göndərdim ki, nə bilim, sıxsınlar orada. Dərsən, kimsə sənə görə Rüfət cəmatı sıxsınlar. Özü adam hiss eləyirsən, sən Qabil. Rüfətin adamları belə elə ora bura. İndi bir iki dəfə mənə sənə görə şey eləyiblər, o lap əvvəllər. Heç mən səni tanımırdım, mən səni görməmişdim, o Qabil. Demişlər ki, Azərbaycanda belə var, hakimiyyəti söyür, deyim, acab eləyir, söyür, qoy söysün. Başın girmədiyi yerdə məsələləri bırnıva soxursan, özvə də adam deyirsən sən. Mən hazır söyür-söysün də, mənə nə? Acab eləyir söyür. Sən indi elə bilirsən ki, mən durub səni təriflədim, Vüsal məni təriflədi. Fəxr eləyirsiniz bunun özü üçün. Apasını Roma, arvadım vurdular, indiyə qədər arvadın söhbətini eləyə bilməyim, gəlib burada kişilikdən danışır. Bu Tural, ay millət, mənə lox yerinə qoyublar. Mənə loxlayıblar. Loxsan ki, səni loxlayıblar da, ay Tural. Söhbət eləyən belə nəsə eləyir. Hələ söhbətin ardına qulaq asayım, bu temanım qabaqdadır. Amma Qabilə bax, and ol Allaha. Rüfətin adamları deyir, məni yığmışdı belə. Sən kimsən Rüfətin adamları sən yığsan? And ol Allaha, bunlar adam, özlərini adam hiss eləyirlər. Vüsalın adresi də var məndə. Vüsalın adı da var məndə. Vüsalın adresi də deyir, var məndə. Vüsalın bir adı da var məndə. Yəni, Vüsalın adı ilə adresi mənə göndər. Bu bir telefonlama bir ay göndər. Göndər. Lazımdır da göndər. Göndər. Gözləyirəm, göndər. Göndər. Əbu Azrail ad deyirlər. Kərbalayı Əbu Azrail olmalıdır. Onu bu İranda o adla tanıyırlar. Doğrudan bu xiyardır da. Doğrudan da deyirəm sizə, konsulluq xiyardır.
Məni İranda Kərbalayı Abu Azrail kimi tanıyırlar. Kimdisə kanka səndən prikol yerinə qoyub da ötürü. Kimdisə kanka səndən mırtdaşıb. Bana oldu ay xiyar deyirdin qumdasan. İndi sən mənim ünvanımı atın. Görün bu necə fufloşnik adamlardır da, görün necə fufloşnik. Fuflo demirəm, amma fufloşnikdirlər. Yəni deyim biləsiniz. Adresi Kreativ Suat İranda tanıdıkları Kərbalayı Abu Azrail adıyla tanınır. İranın Makku şəhəri Muhammed Şəhrizadə Makku şəhəri nədir? Xiyar. küçəsi ev 23-də qalır. Mən Makku şəhərində qalıram ha. İranın Makku şəhərində qalıram. Ben oldu xiyar qumdaydın. Gah deyirsən Makkudadır, gah deyirsən. Sən deyirəm də bu söhbətin ta əvvəlində istəyir Rüfətın söhbəti olsun. İstəyir bu gedişatlar olsun. Əvvəl nə danışıbsan? İndiki danışıqlar heç biri birbirinin uyğuna deyil. Nə oldu? Ben deyirdin qumda çıxacam sənin qabağıma. İndi Makkuda çıxacaqsan mənim qabağıma. Kantovka tayfasız sizələr. Necə Kantovka tayfasız? Həmişə bu Azərbaycan hakimiyyəti bu cür petiləri verib qabağa, bunu Petrəddinləri verib qabağa. Özləri qorxur, hakimiyyət özü qorxub gizlənib mehriban deşiyində. Bu cür Petrəddinləri veriblər qabağa. Başımızı bu cür şəlpə-məlpə ilə qatay. Hər ildə bu cür belənçi ibnələr çıxır qabağa. Tolik, Alik, Malik, Petrəddin, Metrəddin, bu cür. Özdə elə söhbətlər edirlər ki, çəkdiyi adamlar heç kim bunu pristavit eləmir. Cəmiyyətə görə tanıyıram ki, bu tanıyın da bu neseriozun rojodur. Bunun əvvəl dediyi ilə qabaq dediyi qumda çıxacam. Mən Kara ziyarət edirəm, deyirlər Vüsal oradadır. Məşədi ziyarət edirəm, Vüsal Məşəddadır. Qumu ziyarət edirəm, Vüsal Qumdadır. Kərbalanı ziyarət edirəm, Vüsal Kərbəladadır. İndi Mehdə deyir, Pokko deyir, hara deyir, deyir oradadır deyir Vüsal. Məni Kərbalayı Abu Azrail kimi tanıyırlar hə. Bunların fit fasonuna bayılar. Bura boz köynəyinə kostyum geyinib durub seriozdan danışır. Nə bilim ay millət. Nə bilim. Bunların elədiyi uzağı adam tutturmaqdan başqa əllərindən işin gəlmir. Uzağı budur. Və əmini ilə deyirlər ki, səfirlikdən də alıblar, Azərbaycan hakimiyyəti bizim vətəndaşlarımıza qarşı orada təzyiq var, bu cür var. İran hakimiyyətinə şikayət edirlər. Təbii ki, İran hakimiyyəti mən olmayayım, isti qeyri birisi olsun. İran onun qabağını alacaq və imkan verməyəcək ki, orada problem olsun. Mənə də o cürlərə deyir, noyabra qədər sən Ərdəbilə gələ bilməyəcəksən. Düz də deyir. Çünki bilir ki, bu söhbət canlı yayımına keçib, o kaydı atıblar İran hakimiyyətinə. Mənə də buraxmırlar Ərdəbilə. İndi sən dedi ki, Qum şəhərində sənin qabağa çıxacam. Mən Qumda deyirəm, mən Qumun ziyarətə get-gəl edirəm. Amma çıxmasan ay Tural, sən kimi Kantovka tayfa yoxdur. Söz deyibsən, demirsən söz. Dedin ki, Qum şəhərində sənin qabağa çıxacam. Çıxmasan Kantovkasan. Gözləyirəm. Mən Qumda deyirəm, burası sən dedin ki, Qumda çıxacam. Çıxmasan Kantovkasan, olsa Kantovka şeysən.